Yam Sultepe S qəsəbəsində 5 sotda 2 mərtəbə ev axtarırdın. Düz ünvandasan. Tam sənədli paket kupsa 2 evdir. 2 ev bir qiymətədir. Burada ayrıca basenasıdır. Orada navesli yeri, 4 bir tərəfi həyətin kamera sistemindədir. Burada buranın istəsən təmir edib kirayə verə bilərsən. Hal-hazırda toyuqlara verib, onları yaşayırlar içərisində. Burada da qəşəng səliqəli pardikidir. Bunu deyirik ki, üstün bağlayırıq. Həyətində cürbəcür, badımcan, xiyar, nə istəyirsən əkə bilərsən də rahat ol, öz əkib çünki. Yəni qiymətinə görə, yerinə görə, yeri çox möhtəşəmdir də. Yəni bugünkü gündə belə bir yerdə ev tapmağın mümkündür. Bu ərazidə, quşların səsi ilə adamı valih eləyir. Belə bir yerdə ərazi olaraq deyirəm ha, ərazi idealdır. Burada torpağın çotu tapsın. Axtarıb tapsın, qarış-qarış. Neçəyədir? 20-25 min manatdır. Yəni yeri idealdır. Buradan Bakı-Şamaxı yoluna maksimum 100 metrlik məsafədədir. Yerinə görə çoxu 159-da yanından gedir. Yəni bir dənə çöldən həyətinə bax. Evə adam girmək istəmir. Həyətə elə adamı valih eləyir. Yəni idealdır qiymətinə görə. 2 mərtəbə evdir. 2 evdə kupsada var. Yəni qoyub ipoteka yolu ilə alır. Əlində az məbləğ pul varsa, ipoteka ilə yavaş-yavaş ödə kirayə qalacağı var. Demək olar ki, 3 mərtəbədir. Aşağıda da bir otağı var. İndi onu da göstərəcəm sizə. Bir dənə düşər 1-ci mərtəbə ilə tanış olaq. Demək olar ki, 3 mərtəbə. Buran padvaldan saymasın. Bəzi yerlərdə bunlar belə bir yeri ev kimi hesab edirlər. Burada hazırlıq otağıdır. Hazırlıq otağıdır bu coğrafiyanın tərəfədən. Burada bir dənə mətbəxdir. Bu da burada mətbəxdir. Qalxaq ikinci, üç demək olar ki. Yəni qiymət haqqında tam məlumat verəcəm. Burada qaz, işıq, su, şotçiklər hamısı var. Arxa tərəfində bax hamam tualetdə var həyətində. Evin içində də var. Elə otur, seyr elə həyəti. Valla bura belə bir ev. Hamıya qismət olsun. Şəhərdə. Balaca bir dənə Xruşovkada. 2 otaq qiymətinə. Bəlkə o da deyil. Yəni qiymətinə görə idealdır. Gəldik, bax burada bir dənə mətbəxdir. Burada səliqəli bir mətbəxdir. Burada bir dənə zalıdır. Zalın ölçüsünə bax. Çox genişdir də yəni. Yəni bu təzə tikili deyil. Hardasa bir 15-20 ilin tikilisidir. Qiymət haqqında məlumat verim, sonra qalxıb yuxarıdan tanış edəcəm sizə. Qiyməti 175 min deyir. Real puldan gəl, real puldan deyil, ürək istəyən endirimi də eləyəcəm. Plus, əlində bir 30 yox, harasa bir 40 minə yaxın pul varsa, bu evi ipoteka yolu ilə ala bilərsən. Ayda da 600-700, olmasın ayda 600 manat. Onsuz da gedib kirayədə yaşayıb verirsən də o pulu. Qaçırma, qoşadaş evdir. Bütün kanalları var, hər şeyi var. Burada ayrıca burada işte baseyni də bunu bilirsiniz də nədir? Ben demirəm özüm. Orada vannalı yota hamamı. Burada ayrıca radyosu var. Yeganə evlərdən biridir ki, ayaq olun bax, bunu söndürdün, radyo dayandı. Bunu yandırdın, radyo başladı. Bunu bilmem nəsə quraşdırıblarsa, ayaq olunur, işığın yandıran kimi radyo səndən başlayır danışmağa, rəqs eləməyə. Yəni bugünkü gündə belə bir yerdə, belə bir paket kutsal ev tapmaq mümkün deyil. Dayındı. Burada da bir dənə nədir bu? Yataq otağıdır. Doğma. Buradan da çıxırsan balkona, seyr edirsən, avtovağzal metrosun. Bax xırdalandı. Ora desən şeydir. Buğdaçılıq nə deyirlər onu orada. Buradan da həyətini seyr edirsən. Həyətin gözəlliyinə bax. Həqiqətən gözəldir. Təmiz, səliqəli. O həyətdən çıxa bilmirəm bayaqdan. Yəni qiymətinə görə normaldır. Ev deyim lüks təmiri var, yox. Orta təmirli evdir, amma əsas üstünlüyü həyətə verib də. Endirimi də var ha. Real puldan gəl. Daha şey endirim də olacaq.